İllərlə bizə uydurma və konspirologiya kimi bəhs edilən, lakin bu kimi ən dəhşətli hadisələrin əslində rəsmi dövlət layihələri olduğunu sübut edən siyasətçilərin, mərkəzi kəşfiyyat idarələrinin və qlobal gigantların məxfiliyi müddəti bitmiş arxivlərini nəzərinizə çatdıracağıq. Mancuriyada 731-ci Yapon alayı tərəfindən insanlar üzərində aparılan vəhşi sınaqların nəticələrinin ABŞ-a təhvil verilməsi qarşılığında General Douglas MacArthur, Yaponiyanın bioloji silah proqramının rəhbərləri generallar Shiroishi və Masashi Kitanonu Tokyo cəza tribunalından xilas etdi. Onlara tam toxunulmazlıq verdi. Məxfilik müddəti başa çatmış sənədlərin açıqlanması ilə qeyd olunan faktlar rəsmi qaydada təsdiqini tapdı. 1946-cı ildə isə Prezident Harry Trumanın fərmanı ilə 1600-dən çox nasist alimi, həmçinin Werner von Braun, MK Ultra proyektinin qurucularından Kurt Blom və Hubertus Struckholdu skripka əməliyyatı çərçivəsində gizlicə ABŞ-a apararaq tribunal cəzasından azad etdi. 1970 və 80-cı illərdə skripka əməliyyatının məxfilik müddəti bitməsi nəticəsində sənədlər və sübutlar rəsmi qaydada cəmiyyətə açıqlandı. 1965-ci ildə ABŞ ordusunun Vyetnamda tətbiq etdiyi iqlim silahı ilə süni yağışların yağdırılması, yəni Papay əməliyyatı 1974-cü ildə ABŞ Konqresindəki jurnalist araşdırmalarından sonra rəsmən etiraf edildi. 1976-cı ilin dekabrın 10-da iqlim silahlarının qadağasına dair BMT tərəfindən 31/72-ci rezolüsiya, yəni ENMOD konvensiyası qüvvəyə mindi və bu kimi silahların istifadəsi təsdiqlənmiş oldu. Xüsusi telepatiya bacarıqlarına malik insanların iradəli və qeyri-iradəli təhdidlər qarşısında qaçırılaraq işə cəlb olunması faktı geniş yayılmışdı. ABŞ ordusunun 1970-ci ildə SSR-yə qarşı casusluq əməliyyatı, yəni məxfi Stargate proqramı çərçivəsində baş tutdu. Lakin bu əməliyyat Rosemary Smith kimi ekstrasenslərin cəlb olunması, jurnalist Jack Andersonun ifşasından sonra 1995-ci ildə öz təsdiqini tapdı və proqram dayandırılaraq məxfi sənədlərlə birlikdə cəmiyyətə açıqlandı. ABŞ-ın Məxfi Kəşfiyyat İdarəsi CIA 1960-cı ildə Fidel Castronu aradan qaldırmaq üçün Amerika mafiyası ilə gizli razılığa gəldi. 1975-ci ildə isə Frank Church'un rəhbərlik etdiyi ABŞ Konqresinin xüsusi komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin CIA-nin ofislərində 220 min insanı öldürə biləcək 11 qram balıq zəhəri və həmin zəhərlə 100 metr məsafədən insanda təbii ürək tutması yaradan məxfi silah aşkar edildi. Church'un rəhbərlik etdiyi Konqresin reallaşdırdığı açıq istintaq hesabatları, nümayiş etdirilən silahın fotoları və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyinin rəsmi ifadələri ilə faktlar öz təsdiqini tapdı. 1950-1970-ci illər aralığında Mərkəzi Kəşfiyyat İdarəsi CIA Mockingbird proqramı çərçivəsində media və xəbərlərə nəzarət etmək üçün 400-dən çox jurnalisti gizli və açıq təhdidlər nəticəsində məcburi əməkdaşlığa cəlb etdi. Qeyd olunan Mockingbird məxfi proqramı 1975-ci ildə ABŞ Konqresinin araşdırma hesabatlarında rəsmi qaydada sübut olundu. Və nəhayət cari ilin 2026-cı ilin iyun ayında təsdiqini tapan daha bir nəzəriyyə, bioloji laboratoriyalar haqda danışacağam. 15 iyun 2026-cı il ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Gabbard, ABŞ və Rusiya arasındakı münasibətlərin tənzimlənməsi razılaşmasının bir hissəsi olaraq dünyanın 30 ölkəsində, o cümlədən Ukraynada ABŞ tərəfindən maliyyələşdirilən 120-dən çox məxfi bioloji laboratoriyanın varlığını sübut edən rəsmi sənədləri ictimaiyyətə açıqladı. 25 may 2025-ci ildə isə Prezident Donald Trump xaricdə fəaliyyətin gücləndirilməsi, gain of function üzrə təhlükəli bioloji tədqiqatların, yəni Tulsi Gabbardın etiraf etdiyi bioloji laboratoriyaların federal maliyyələşdirilməsini tamamilə dayandıran rəsmi sərəncam imzalamışdı. Beləliklə, ABŞ-ın Nazi Almaniyası dövründən indiyədək müdafiə etdiyi bioloji layihələr bir daha konspirologiya nəzəriyyəsi adını itirərək təsdiqlənmiş faktlar kimi tarixə keçdi. Gizli razılaşmalar və arxivlərdən çıxan rəsmi sənədlər sübut edir ki, kütlələrin konspirologiya və yalan hesab etdiyi hadisələrə əslində çoxdan rəsmi möhürlər vurulubmuş.